Əsənliklər, Xəzər Albaniyasının dəyərli izləyiciləri. Bu dəfə sizlərin qarşınıza Sivənc monastırının araşdırılması ilə gəlmişəm. Sivənc monastırı Qərbi Azərbaycanın Göyçə mahalında, Göyçə gölünün şimal-qərb sahilində, kiçik yarımadanın üzərində yerləşir. Əvvəllər Vənc gölün cənub sahilində yerləşən kiçik adada tikilmişdi. Lakin türk düşməni İosif Stalinin dövründə Göyçə gölünün səviyyəsinin süni şəkildə aşağı salınmasından sonra suyun səviyyəsi təxminən 20 metr enmiş və ada yarımadaya çevrilmişdir. Sivənc monastırı bizə Xəzər Albaniyasının müqəddəs mirasıdır. Göyçə gölündə yerləşən bu Sivənc vəngi və qalası haqqında hələ eradan əvvəl 782-ci ildə Urartu çarı 1-ci Arqişdinin Cənubi Qafqaza yürüşü ilə bağlı mənbələrdə Sivənc qalasından və məbədindən bəhs olunur. Sivənc monastırı 4-cü yüzildə Türk Qriqoryan məzhəbinin banisi Maarifçi Qriqori Vəngin əvvəl yerində olmuş Tanrıçı tapınağının düz üzərində yeni vəng tikdirmişdir. Vəngin kitabəsinə görə həmin Maarifçi Qriqorinin tikdirdiyi vəngin yerində 874-cü ildə Siyuni hakim bəyi Vasaqın arvadı Qabur tərəfindən yeni məbəd ucaldılmışdır. Vəng 1664-cü ildə Xristian Türk Xoca Sultan və Zal adlı şəxslər tərəfindən bərpa edilmişdir. Dediyimiz kimi, Sivənc monastırının tarixi eradan əvvələ kimi qədim türk tanrıçılıq tapınağı olmuşdur. Ancaq Vəng 9-cu əsrin sonlarında, daha dəqiq desək, 874-cü ildən Xristian kilsəsinə çevrilmişdir. Tapınaq Orta Alban kilsə memarlığının klassik, konstruktiv xüsusiyyətlərini özündə daşıyır. Abidənin Göyçə gölünün qayalı sıldırım yarımadada yerləşməsi abidəyə ayrıca bir gözəllik bəxş edir. Sivənc monastırı iki əsas tikilidən ibarətdir. Müqəddəs Həvarilər, yəni Surp Arakel kilsəsi və Müqəddəs Tanrı Anası, yəni Surp Astuacagin kilsəsi. Burada sizlər üçün qısa bir haşiyə vermək istərdim. Surp, Arakel və Astuacagin sözlərinin erməni hay dilinə heç bir aidiyyatı yoxdur. Çünki bu sözlər qədim Suryani, yəni Aysor dilinə məxsus sözlərdir. Haylar sadəcə bu sözləri işlədirlər. Suryani dilində Surp müqəddəs, Arakel həvari və Astuacagin sözü isə Tanrı, bəzən isə bu söz Həzrət Məryəmi və Həzrət İsanı andırır. Hər iki kilsə xaçvari planlı, günbəzi isə 8 guşəli quruluşa malikdir. Tikililərin yaxınlığında əvvəllər 6 sütun üzərinə qurulmuş qavitin, yəni giriş salının qalıqları günümüzə kimi gəlib çatmışdır. Vəngin taxta oymalı qədim sütun başlıqları haylar tərəfindən qanunsuz şəkildə sökülərək biri İrəvandakı Tarix muzeyinə, digəri isə Rusiyaya, Ermitaj muzeyinə aparılmışdır. Sivənc monastırı mərkəzi günbəzli xaçvari plan tipinə daxildir. Bu tip plan quruluşunda mərkəzdə dördkünc əsas sahə yerləşir və onu 4 xaçın qolları formalaşdırır. Vəngin şərq istiqamətində yarım dairəvi apsida, yəni altar hissə yerləşir və bu xristian memarlığında şərq üslubuna tam olaraq uyğun gəlir. Vəngin mərkəzi kvadrat sahəsi tapınağın əsas binasını təşkil edir. Günbəz də məhz bu tikilinin üzərinə qurulmuşdur. 4 bucaqlı əsas binadan dairəvi günbəzə keçid tromplar vasitəsilə həyata keçir. Memarlıqda tromp sistemi Qafqaz və yaxın şərq memarlığında geniş yayılmış konstruktiv üsuldur və ağırlığın divarlara bərabər paylanmasını təmin edir. Loru dillə desək, 4 bucaqlı tikilinin üzərinə günbəz qurmaq olmur. Çünki günbəz dairəvi formadadır. Kvadrat otaqdan dairəyə keçidi təmin etmək üçün künklərə xüsusi daş konstruksiyalar qurulur. Buna elmi dildə tromp deyilir. Günbəzin sütunları daxilində simmetriya, yarım dairəvi və ya düzbucaqlı nişlərlə tamamlanır. Plan quruluşu simmetrikdir və mərkəzlik prinsipi əsas götürülür. Günbəz vəngin düz mərkəzi hissəsinin üzərində yerləşir və xaricdən konusvari forma alır. Günbəzin altındakı baraban hissədə ensiz və hündür pəncərə yarıqları yerləşir. Bu yarıqlar həm işıqlandırma,
həm də konstruktiv tarazlaşdırma funksiyası daşıyır. Tapınaq divarlarının ağırlığı bünövrədəki qalın daşların üzərinə düşür. Divarların qalınlığı statik dayanıqlığı təmin edir və günbəzin ağırlıq təzyiqini balanslaşdırır. Orta əsr Xəzər Albaniyası memarlığında olduğu kimi, burada da əsas prinsip kütləvi daş konstruksiya üzərində qurulmuş sabitlikdir. Svenc monastırı qara və tünd boz rəngli vulkanik tuf daşından inşa edilmişdir. Göyçə gölünün hövzəsi vulkanik mənşəli geoloji quruluşa malik olduğuna görə, bu daş material Göyçə mahalının öz ərazisindən çıxarılaraq əldə edilmişdir. Vəngin daşları çox gözəl bir şəkildə yonularaq hamarlaşdırılmış və nizamlı sıra ilə inci kimi düzülmüşdür. Tapınağın hörgü sistemi daha çox sıx yerləşdirilmiş daş bloklara əsaslanır. Bu üslub vəngin uzun ömürlüyünü təmin etmişdir. Abidənin memarlıq quruluşu nisbətən sadadır. Yəni Ağbat və sənaye monastırları kimi elə də mürəkkəb quruluşa malik deyil. Vəngin pəncərələri digər Alban məbədlərində olduğu kimi dar düzbucaqlı formadadır. Tapınağın günbəz barabanında yerləşən işıq yarıqları abidənin əsas vizual elementini təşkil edir. Svenc monastırının divarlarında xaç motifləri, ornamental elementlər müşahidə edilir. Tapınağın əsas binasına məxsus günbəzin alt hissəsi böyük sahəni tutur, yəni günbəzin radiusu çox genişdir. Vəngin şərq tərəfində altar hissə yerləşir və apsidası yarımdairəvi formadadır. Yan divarlarında nişlər və ibadət üçün nəzərdə tutulmuş kiçik sahələr mövcuddur. Vəngin daxili səthləri daha çox daş konstruksiyalarla işlənmişdir. Svenc monastırında divar freskalarının, yəni dini rəsmlərin olub-olmaması ilə bağlı qəti arxeoloji sübutlar demək olar ki, yox dərəcəsindədir. Svenc monumental ölçülü kompleks deyil. Lakin tipoloji baxımdan 9-cu əsr mərkəzi günbəzli kilsə modelinin aydın nümunəsidir. Elə buna görə də onun əsas xüsusiyyətləri bunlardır. Monastır mərkəzi günbəzli xaçvari planlıdır. Tromplu konstruktiv keçid sisteminə malikdir. Qara vulkanik tuf daşından tikilmişdir və təbii reliefə tam uyğunlaşdırılmış tapınaqdır. Svenc monastır kompleksi qayalı yarım adanın üzərində tikildiyi üçün tapınağın bünövrəsi torpağın reliefinə tam şəkildə oturub. Yəni vəng elə möhkəm yerləşdirilib ki, ətraf qayalar göl və torpaqla bir bütöv kimi görünür. Orta əsrlərdə Qafqazdakı bir çox qıpçaq türklərinə məxsus tapınaq və vənglərdə daha çox belə yerlərdə, dağ başında, qayalıqlarda və çətin çatılan yerlərdə tikilirdi. Gördüyünüz vəngə məxsus bu Alban xaç daşına diqqətlə baxın. Görün necə də gözəl və zəngin naxışlarla bəzədilmişdir. Lakin bu xaç daşını maraqlı edən onun naxışlarından daha çox Həzrət Məryəm və Həzrət İsa əleyhissalamın qıpçaq türklərinə məxsus üz cizgiləri ilə və qıpçaq türklərinə məxsus milli qiyafələrdə təsvir edilməsidir. Bu hal tapınağı tikənlərin mənşəyinin qıpçaqlar olduğunu göstərir. Lakin Ermənistan bu həqiqəti dövlət səviyyəsində ört-basdır etmək üçün bütün hilələrə əl atır. İndi bu video materialda Svenc monastırında çalışan bu erməni hay bələdçi qadının Rus xanım turistlərə verdiyi dırnaqarası məlumata bir baxın. Это Иисус, как монгол-татар. Почему как монгол-татар? Потому что тогда татар-монголи, турки, арабы, персы всегда завоевали Армению. Чтоб камень сохранился, не трогали, не ломали. Мастер специально сделал. То есть это как Влад? Bəli, məsələ aydındır. Haylar hər vəcdə çalışırlar ki, Svencin qıpçaq türkləri tərəfindən tikilməsini gizləsinlər. Svencin gözəlliyi və qüdrəti onun çoxlu bəzək və daşqaşlarında deyil. Dəyəri ondadır ki, abidə çox möhkəm şəkildə zəlzələyə davamlı formada qurulub. Vəngin planı çox sadə, aydın və səliqəlidir. Təbii ki, Xəzər Albaniyasının əksər vəngləri kimi Svengin tikilmə tarixi eradan əvvələ kimi qədimdir. Ancaq tapınağın xristianlaşdırılması isə 874-cü ildə başa çatdırılmışdır. Həmin bu ərəfələrdə Xəzər Albaniyası ərəb işğalına qarşı çox qanlı müharibələr aparırdı. Hətta abidə ilə bağlı bir çox qaynaqlar onu göstərir ki, ərəblərin Göyçə mahalına hücumu
onların yerli xristian tüyləri tərəfindən ağır şəkildə məğlubiyyəti ilə nəticələnmişdir. Sizə Vəngin tarixi və memarlığı haqqında az-çox məlumatlar verdim. İndi isə sizə Göyçə mahalının tarixi haqqında məlumat verirəm. Erməni hayları Göyçə mahalının adının türkcə olduğunu dana bilmirlər. Ancaq iddia edirlər ki, güya Sevan hayca qara göl deməkdir. Ancaq o sözün gölə heç bir aidiyyatı yoxdur. Sevan Qıpçaq tayfalarından birinin adıdır. Onlar ilk xristianlıq dövründən Xəzər Albaniyasında yaşamış, gölün sahilindəki mahalı və Göycə Qıpçaq elindəki iki kəndi öz adları ilə adlandırmışdılar. Sevanların həmin iki kəndi son zamanlara qədər qalırdı və Sevənli adlanırdı. Hayların Musey Xuranatsi adlandırdıkları Musa Kürənli yazır ki, Sevan gölün içindəki qala və qalanın içindəki kilsədir. 1139-cu ildə qalada, kilsədə zəlzələ zamanı suların altında qaldı. Xristian Qıpçaqların Sevan nəslindən Sevanlı 3-cü Stepan, Sevanlı 1-ci Sarkis adlı elm və din xadimləri çıxmışdır. Onlar öz əsərlərini türk dilinin Qıpçaq ləhcəsində yazırdılar. Məryəm anaya Qıpçaqca Qız Maryam deyirdilər. Həzrəti İsa'ya da Xristos yox, Tanrı oğlu deyirdilər. Ərəblər gələndən sonra bəziləri İslam dinini qəbul etdilər və Dərəcçək mahalında Sevənli kəndlərində müsəlman Qıpçaqlar kimi yaşadılar. Bəziləri isə xristian olaraq qaldılar və 1836-cı ildən sonra tədricən kartvellərin və hayların içində assimiliyasiya olaraq yoxa çıxdılar. Göyçənin Sevanlı Qıpçaqlarının bir nəsli də Qırğızistanda yaşayırdı. Hətta Manas dastanında da bir neçə məqamda onların adı çəkilir. Göyçə gölünün qədim adı Göyçay, Sevan gölünün adı da Sepan olmuşdur. Atamxan kəndindən tapılan eradan əvvəl 780-ci ilə aid bir Urartu mixi yazılı mətnlərində Göyçə gölü Gökçay adlandırılır. Əslində bu fakt Altay nəzəriyyəsinin hansı yuvanın quşu olduğunu ortaya qoyur. Bütün sadaladığım bu tarixi faktlar onu göstərir ki, nəinki Göyçə toponimi, hətta Sevan adı da türk mənşəlidir və erməni hayları ilə heç bir əlaqəsi yoxdur. Tam əminliklə deyə bilərik ki, Sevan Qıpçaq tüylərinin bir tayfasının adı olmuşdur. Sizlərə onu da bildirim ki, monastırın adı olan Sivənk adı da elə Sevan, Sepan Qıpçaq tayfasının adından yaranmışdır. Biz bilirik ki, erməni haylarının Göyçə və Qərbi Azərbaycana kütləvi kökü 19-cu əsrin əvvəllərində olmuşdur. Ancaq bəzi hay keşişləri hələ 18-ci əsrdən Vatikanın məxfi göstərişlərinə əsasən xristian Qıpçaq kilsələrinə dadanmağa, yəni gəlib getməyə başlamışdılar. Sivənk monastırına erməni hay keşişlərinin ilk gəlişləri də 1740-cı ilə təsadüf edir. Vəng sonuncu dəfə 1740-cı ildə hay keşişlərinin təzyiqi ilə dırnaqarası bərpa edilmiş və bir qədər sonra naməlum hay keşişinin bura gəlişi ilə əlaqədar hər gür səliqəsizliyin izlərini silmək adı altında Sivənk monastırına məxsus əlyazmaların qorunduğu nəhəng kitabxana məhv edilmiş, nadir kitab və əlyazmalar Göyçə gölünə tökülmüşdür. Təəssüflər olsun ki, Vəngin haylaşdırılması da həmin dövrə təsadüf edir. Sivənk monastırı ilə bağlı araşdırmam sizlərin xoşunuza gəldisə, onda kanalıma abunə olun. Mənim Xəzər Albaniyası adı altında Facebook, Instagram, TikTok və Twitterdə də səhifələrim mövcuddur. Onları da izləməyi unutmayın. Sağ olun.